Salamlayıram Rəqsanə səni. Bugün bizim üçün önəmli gündür deyə bilərik. Az öncə adlarını sadaladığım şəxslərlə bağlı hökm oxunub, ancaq hazırda elə məhkəməni izləyən şəxslərdən biri də sən idin. Detallar səndədir, buyur eşidirik. Salam, hər vaxtınız xeyir olsun. Bəli, sizin də vurguladığınız kimi hazırda biz tarixi anlara şahidlik edirik. Bakı Hərbi Məhkəməsində Azərbaycana qarşı hərbi cinayətlər törədən, çoxsaylı hərbi cinayətlər törədən şəxslərin, erməni vətəndaşların məhkəmə prosesi keçirilir və səhər saatlarından etibarən biz buradayıq, yerimizi almışıq və ən son informasiyaları diqqətlə izləyirik. Məhkəmə prosesi hazırda davam edir və artıq hökm elan olunub bəzi şəxslərə qarşı. Ümumilikdə 15 erməni vətəndaşın hazırda məhkəmə prosesi keçirilir və ən son dəqiqə informasiyalarını diqqətinizə çatdırmaq istəyir. Son dəqiqə informasiyalarına görə Arayik Harutunyan, eyni zamanda Levon Munatasakyan, David Manukyan, David İşxanyan, David Babayan ömürlük azadlıqdan məhrum edilib. Yəni ümumilikdə hazırki son dəqiqə məlumatlarına görə ümumilikdə 5 nəfər erməni vətəndaşı azadlıqdan ömürlük məhrum edilib. Eyni zamanda digər yenə son məlumatlara görə Arkadi Quqasyan və eyni zamanda Bako Sahakyan 20 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə prosesi hazırki anda da davam etdirilir. Zərər çəkmiş şəxslər də burada məhkəmə zalında öz yerlərini alıblar və eyni zamanda bir məqamda vurğulayım ki, yenə əlavə digər köməkçi ehtiyat hakim də burada təyin olunub ki, əgər onlardan hazırki hakimin səhhətində hər hansı bir problem yaranarsa, məhkəmə prosesini yenə operativ şəkildə ələ alsın və bununla yanaşı tərcüməçi kabinləri də ərazidə yenə məhkəmə zalında yerləşdirilib ki, həmin o erməni vətəndaşlar öz haqlarını müdafiə etsinlər. Yəni Bakı Hərbi Məhkəməsində erməni vətəndaşlara qarşı, Azərbaycana qarşı çoxsaylı insanlıq əleyhinə, sülh əleyhinə məhkəmə müharibə cinayətləri törədən şəxslərə qarşı məsələ bu cür şəraitdə yaradılıb. Dediyimiz kimi hazırki son informasiyaya görə hökm oxunur və 5 erməni vətəndaş azadlıqdan məhrum edilib və eyni zamanda ikisinə də 20 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub və paralel olaraq bilir ki, 44 günlük vətən müharibəsi Azərbaycan həm ərazi bütövlüyünü bərpa etdi, eyni zamanda suverenliyini tam şəkildə bərpa etdi və bununla yanaşı ölkəmizə qarşı, xalqımıza qarşı bu cür çoxsaylı cinayətlər törədən şəxslərə qarşı da ədalətin bərpa olunması istiqamətində addımlar atır və Azərbaycana qarşı bilirik ki, bu proseslə bağlı beynəlxalq təzyiqlər mövcud idi, amma buna baxmayaraq Azərbaycan öz haqlı mövqeyindən geri dönmədi və cinayət törədən şəxslərin cəzalandırılması istiqamətində addımlarını attı və atmağa da hazırda davam edir. 2025-ci il yanvarın 15-dən etibarən məhkəmə prosesi artıq başladı və digər növbəti dekabr ayında isə müşavirə məhkəməsi keçirildi və indiki məqamda da artıq yenə Azərbaycana qarşı, Azərbaycan xalqına qarşı 44 günlük vətən müharibəsində Gəncənin bombalanması zamanı, Bərdənin bombalanması zamanı, 1-ci Qarabağ müharibəsində və Xocalı faciəsində eyni zamanda adını hazırda çəkmədiyimiz digər faciələr zamanı, qətliamlar zamanı yenə acımasızcasına rəftar edən hər bir kəs bugün məhkəmə qarşısında cinayət məcəlləsinin müvafiq maddələri ilə cəzalandırılır və dediyimiz kimi terrorçuluq, terroru maliyyələşdirmə, müharibə qayda və qanunlarını pozma, bu cür onlarla maddə ilə həmin şəxslərə hazırda hökm elan olunur. Son informasiyaya görə də dediyimiz kimi Arayik Harutunyan başda olmaqla Levon Munatasakyan, David Manukyan, David İşxanyan, David Babayan ömürlük azadlıqdan məhrum edilib. Digər iki şəxs Arkadi Quqasyan və Bako Sahakyan da 20 il müddətinə azadlıqdan məhrum edilib. Hələlik məhkəmə zalından çatdıra biləcəklərimiz bu qədər. Proses davam edir, hökm oxumağa davam edir. Son informasiyalar bu qədər. Söz yenidən sizdədir. Təşəkkür edirəm Rəqsanə. Bir daha xatırladım. Xüsusi müxbirimiz Rəqsanə İbrahimzadə Bakı Hərbi Məhkəməsində məhz prosesləri davam edir. Ermənistan vətəndaşlarına davam etdirilən məhkəmə prosesində hökm oxunurdu. Hökmlə bağlı detallı məlumatları bizlə elə yerindən bölüşdü.